Tanınmış müğənni İzzət Bağırov gün ortası proqramında cəmiyyətin mövcud reallıqları ilə bağlı fikirlər səsləndirərək sosial mediada və izləyicilər arasında rezonansa səbəb olub. O, insanların dəyərləndirilməsi üçün maddi vəziyyətin əsas meyar kimi götürülməsini kəskin tənqid edib. Demokratas xəbər verir ki, sənətçi bugünkü cəmiyyətin pul və zahiri göstəricilər əsasında insanlara yanaşmasından təəssüfləndiyini bildirib. İnsanın dostu cibindəki puludur. Pulun varsa sənə hörmət göstərərlər, yoxdursa kənarda qalarsan, deyə İzzət Bağırov açıq və səmimi şəkildə qeyd edib. O, daha sonra insanların xarici görünüşə və maddi göstəricilərə əsaslanaraq bir-birini qiymətləndirdiyini deyib. Baxırlar, hansı maşından düşdün, nömrəsi necədir, əlindəki telefonun markası nədir? Təəssüf ki, indi insanlar bunlara görə qiymətləndirilir. Maşınına, qolundakı saatına, geyimlərinə görə. Müğənni bu cür yanaşmaların nəticəsində cəmiyyətdə dəyərli insanların kölgədə qaldığını vurğulayıb. Əslində yaxşı olan insanlar isə görünmür, itir. Görürsünüzsə, abırlı, mərd insan həmişə kənara çəkilir. Gəlin biraz da insanın daxili keyfiyyətinə, insanlığına və illər boyu etdiyi fədakarlıqlara qiymət verək. İzzət Bağırovun bu açıqlamaları bir çox sosial platformalarda geniş müzakirələrə səbəb olub. İzləyicilər onun bu fikirlərini real və səmimi qəbul edərək cəmiyyətin dəyişən dəyərləri üzərində düşünməyə çağırış kimi qiymətləndiriblər.